Düzəltdin qırağını? Nə? Qırağını düzəltdin? Beləcəm kamerama qaldı. Nədir, nə gəz? Exo verir bura. Bu kravatın elə bir ki üstünə bu taxtalar qoyulacaq. Matras atılmaq üçün. Papamın yığdığına baxın. Bir də mənim alacağım olacaq. 3 dənə taxtanın birləşməsi. Nə qədər fərq var. Şkafım da hazırdır. Tam qurtarmayıb ama hələ. Ora belə nəsə tala atmaqlıq şeylər. Bu da veşilka olacaq. Banka falan çıxıb. Bura yığası olmadıq. Çöldə olacaq. Olar. Onu da hazır olsun göstərirəm. Tam qurtarmayıb hələ. Bir tane polka bura, bir tane de polka bura atılacaq. Bu iki polka odur. Bir de belə paltar asmaq üçün yeri olacaq yenə. Güzgülərdən də ya bu ya da bunun üstündə güzgü olacaq birində. Baxın. O da qalır burada elə belə. Paltarları qoşmuşdum. Gətirdim, sərdim bura. Koridora qoyuram bunu əslində suşulkanda. İndi bura qoymuşam çünki koridorda bastırıqda hal-hazırda orada Nərgizin kravatı yarım çıxdı deyə qalıb. Başlığını sifariş vermişik. Başlığı hazır olanda elə bil bağlayacaq üstünə də hər şeyini yığıb baba. Prosta başlığına sifariş verəcəyik. Daha doğrusu götürəcəyik sifariş verib. Burada səhər Nərgizə geyindirəcəklərimi qoyuram. Kamera yerinə taxılmalıdır. Sonra Nərgizin bu aralar dişi ağrıyır. Burnu da tutulan fasonda. Ona görə burun damcısı tökürəm. Bu dəniz duzu gedir. Aquamaris. Çox yaxşıdır, qəşəng eləyir. Bunu da hər gün vermirəm. Sadəcə hər ehtimala qarşı qoymuşam. Belə dişi falan ağrıdığı vaxtda çox qəşəng təsir eləyir. Gecədən gecəyə 1 milli çəkirəm, verirəm. Çox yox. Sonra paltar tikən maşını ortalıqdadır. Çünki 1-2 dənə çay dəsmalı var kənarına. Tikməliyəm, kəsib hazır qoymuşam. Ona görə ortalıqda da fikirləşirəm ki, onu da tikim, sonra yığışdırım. Ki bir dəfəlik yığışdıram. Bir də bundan istəyirəm biraz danışım. Bunu mən Faberlikdən almışam. Çox qəşəng kremdir də. Üzdəki sızanaqlar üçün də görürsünüz anti-akne yazılıbdır. Üz üçün hər gün istifadə eləmək olar. Mən də hər gün istifadə edirəm. Axşamlar həkimin yazdığı mazı istifadə edirəm. Düzdür, heç bir təsirini görmürəm onun. Yalan deməyəcəm. Amma hər ehtimalı yenə çəkirəm də. Ki azdan çoxdan nəsə təsir eləyir. Amma bunu mən hardasa neçə gün, neçə vaxt istifadə edirəm. Sağ 10 gün olar da ki istifadə eləyirəm. Üzümdə xeyli dəyişiklik var, indi göstərərəm sizə də. Burada hal-hazırda telefonla çəkirəm, bilmirəm. Buradan görəcəksiniz. Bilmirəm indi orada necə görünür. Yəni erkənənlər baxmaq istəməyənlər baxmasın, amma yəni bir şey
önərirəmsə mən özüm yoxlayıram, sonra da digərini göstərmişəm sizə, məncə göstərməmişəm. Çünki həmişə deyirəm, nəyisə əgər onun mənə fayda elədiyini görəmsə, onu da paylaşıram, yoxsa paylaşmıram. Onu da paylaşmayacağım, çünki heç bir təsirini görmədim. Bunun amma 10 gün, bir həftə 10 gün olar istifadə edirəm. Artıq təsirini görürəm. Baxın, səpkilərim soluqlar. Düzdür, şokolad falan yeyəndə biraz belə qabarırlar. Amma yenə də yəni solğunlaşıblar. Təsəvvürləyin, bunlar hamısı belə dik-dik, tomuş-tomuş idilər. Bu tərəfim vəbşə çox azalıbdı. Buralarımda azalıbdı. Bildiyiniz çox idi da, o qədər idi ki, bir də saçımı belə bəyənməyənlər olubdu. Düzü, çolkamı mən özüm kəsmişdim. Sonra gördüm ki, pis günə qoymuşam saçımı, getdim, ümumən kəstirdim. Onsuz da kəstirmək istəyirdim, neçə vaxt aklımdaydı, amma həmişə kəstirdiyim kimi istəyirdim. Çolkam belə olduğuna görə bu saç modelini mən həmişə cavan vaxtı deyəndə, ailə qurmamışdan qabaq həmişə belə kəstirirdik. Belə qısa eləyirdik, ya uzun saxlayırdıq, üstünə belə qatlar attırırdıq. Çox xoşuma gəlirdi, amma çolkalarımın belə uzun versiyası ilə da. Bu dəfə çolkalarımı tutdum, kəsdim. Həmişə özüm kəstirəm, belə kəstirəm də, yəni qat-qat ata bilirəm saçımın qabağını. Bu dəfə bilmirəm, niyəsə başım görünür, çox əydim, neynədim. Qaldırdım, gördüm ki, çox kəsmişəm, həddindən artıq özünü qalın götürmüşəm. Nəysə, gördüm, pis günə qoymuşam, getdim salonda düzəltdirdim, həm də saçımı kəstirdim. Belə. İndi bu kremin sırf aknelerin üstünə qoymaq üçün olanı var. Yəni, bütün üzə çəkmirsiniz də. Harada sızanaq var, o sızanağın üstünə qoyursunuz. Ondan da istəyirəm alım. Xoşuma gəldi. Yəni, təsirini gördüm, ona görə istəyirəm alım. Bu dəfəki sifarişimdə də onu vuraram. Belə saçım çox da, yəni deyim ki, ay Allah, pis olur falan. Yox, uzandıqca vəbşə xoşuma gələcək bilirəm. Sadəcə olaraq hal-hazırda çox qısalıb deyənə, yəni mən açıq qoymuram da saçımı, amma yumaq falan, qurumağı o qədər asanlaşıb, o qədər rahatlaşıb ki, ləzzət eləyir də. Mən uzun saçı xoşlayıram, amma baxımı çətin olur da. Mənim saçım qalın saçdır. Az da olsa qalın olur. Vitamin zad içəndə vəbşə gürlaşır, qalınlaşır. Heç nəyə gəlmir də, yəni. Elə də sevirəm, belə də sevirəm. Yəni, kökü məndədir də uzanacaq yenə inşallah. Yenə beynim çönəndə gedib kəstirəcəm, yenə sonra uzadacağım, hara kimi. Belə, neysə ki. Seslerle yukarı geldi. Bizi pencereler açmıştı. Bizi var iyiydi. Seçək. Day.
Tak. O da ver bana. Ne? O bir tane. Bükək. Ev uçur yenə. Nazlının döşəyini söktüm. Yununu 2 yerə böldüm. 2 dənə döşək çıxartdım. Qalınlığını nəzih elədim. Əvvəl çox belə qalın, düzdür, yapraqmışdı. Amma yenə çox qalın idi. Bilirsiniz də ki, döşəklər nətər qalın olur. Dəyişdim, qəşəng sırmışam, üzünə üzdə keçirdim. İndi o birisinə də bir dənə üz lazımdır. Çünki promoy onun içini eləmişəm. Bilmirəm, fərqli eləmək lazımdır, yoxsa yox. Mən nə var əlimdə, ondan elədim elə. Yəni, belə. Ora atapleniya şalvar atmışam. Düzdür, hal-hazırda atapleniya yanmır, amma atmışam. Gecədən gecəyə qoşuruq hələ ki. Qaralar asım. Ağlar atmışam yuyulmağa. Uşaqların pastellərini falan dəyişəcəm. Çünki otaqları hazırlanır. Sonra burada tikiş maşını var. Çünki döşəyin üzünü tikirdim. Saldım döşəyi yerinə. Sonra nəhayət ki, o kravat yığılacaq. Digər kravat sökür papa ki, o birisini yerləşdirək. Başlığını tam eynisini alıb düzəltdirib daha doğrusu. Nazlıya alanda biz hazır almışdıq. Həmən yerə gedib, olmayıb, həmən cürə, həmən başlıqdan şəklini çəkdi, rəngini falan göstərdim. Atdım, eynisini, birə-bir eynisini düzəldiblər, sağ olsunlar. İndi gətirib papam, paltarlar sərim. Nərgizi çimizdirmişəm, yatır. O durana ki, mən işlərimi bitirim. Sonra Qaqaşgilə düşəcəm. Nazlını göndərmişəm. Qaqaşgildədir. Oynamağa gedib Fatihlə. Paltarları sərim, işlərimi qutarım evdə. Ki, mən də düşüm onların yanına. Biraz oturum. Sabah həkimə gedəcəm inşallah. Niyə, nə üçün? Onu gələn vloqa saxlayım. Bir yerəm danışaram sizə. Səhhətimlə bağlı biraz narahatçılıqlarım var. Sərim. Söktük yatağı, hamısını striclədik ki, gələcəyinə kimə lazım olsa, sonra kimə lazım olsa qəşəng açmağa. Bir şey almışım. He, üçün koyar. Bu ne bu? Sen burada neymişsin? Akçı ışıkla oynuyordun. Terlemem sen Ömrüm. Bakalım. Din 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 din. Terlemişsen. Necə? Ne oldu? Kulağın ağrıyor. Necə almışam, elə də gətirib qoymuşdum. İndi açaq. Açaq. Hardan açılır bu? Ayağından biraz kəsiləcək ki, bundan eyni hizada olsun.
Bunu 2 metre eləmişik biz. Hətta 2 metrədən biraz uzundur. Görürsünüz. Qapı ilə miləmildir. Bunu ora qoyanda qapı bağlanmır. Düz ora qoyulası deyil, amma eyni olmağı yaxşı olar da. Hər dəfə künəfə hazırlayanda, bu arada yedik künəfələrimizi. İndi qabları yuyacağam. Hər dəfə künəfə hazırlayanda onsuz da tofkanı qoşuram deyə düşünərəkdən keks də hazırlayıram. Keçən səfər darçınını qozdu eləmişdim. Bu dəfə kişmişdi eləmişəm. Sadədir, kişmişdidir. Bizdə Nazlı darçınını o qədər də sevmir. Amma mən çox xoşlayıram. Nərgiz də yemədi keçən səfər. Ona görə dedim ki, amma mən çox bəyənmişdim də, onun çox dadlıydı. Bu dəfə kişmişdi, sadə elədim. İnşallah yeyərlər. Burada bir yığın paltar var idi. Yadımdan çıxdı, sizə çəkim göstərim. Yorğan, paltar, hər şey gətirib bırakmışdım. İndi bunları ütüləməliyəm. Sabaha Nazlının köynəyi idi. 2-3 dənə də çay dəsmalı var. Bir də Nərgizin burun dəsmalı ilə yaxalığı. Orada da ütü oradan çıxardacağım. Yorğanları yuxarı qoydum. Yorğan dediyim yun yorğanlardı. Onları Nazlının kravatının üstünə elə bir atmışdım. Döşəyi götürəndə ki, sırf matrasın üstündə yatmasın. Elə bir üstündən nəzik ədyal, daha doğrusu nəzik yorğan atıram ki, rahat olsun. İndi də biri var orada. Nərgizin kravatında matras yox idi. Orada da yorğanlar var idi. Bir sözlə yorğanları çıxartdım. Döşəyi keçirtdim Nərgizinkinə. Matras alana kimi. Bu ayın axırı alacağım matrası. Qalanlarını da ki yığdım bura. Artıq nə var idisə belə bağladım üstünü. Oradan ütü götürəcəm, ona görə bağlamıram. İndi bunları sərməliyəm. Bunlar yuyulub, mən gözləyir ki, onları sərim. Burada sərdiklərim də var. Sərərəm deyə atdıqlarım da var. Sonra burada zibil var. Kova var. Paspas da buradadır. Güzgü də burada taxıldı artıq. Sadəcə təmizləməyə qalıb. Hələ ki barmaqlamıram. Çünki bugün yapışıb. Bir müddət qalsın. Sabahlarım inşallah təmizləyəcəm. Elə tozlu da qalıb. Ümumiyyətlə evi bu günlərim toz soranlamamışam. Biraz qızların otağını təmizləmişəm. Biraz zalı təmizləmişəm. Всё. Qalan hər yer durur. Sabahlarım qəşəng təmizləməliyəm hər yeri. Həkimə gedim gəlim sonra. Görək də həkimə gedəsiyəm. Bunun da üzünü sökmüşəm. O birisini də üzünü sökmüşəm. Ki Nərgiz bulaşdırır. Bulaşdırdıqca sökürəm, yuyuram qəşəng. Sonra tərtəmiz təzdən sərərəm. Belə. İndi bura təzdən paltar asacağım. Buradakı paltarı götürüb. Bu ucu quruyub. Unicorn da burada yıxılıb qalıb. Bunu da qoyaq bura. Oradan baxsın bizə. Unicorn da qalsın orada. O ədyal da orada qalır. Uzananda, eləyəndə üstümüzə atırıq burada. Düzü Nərgiz üçündür o. Sadəcə olaraq Nərgizin artıq ədyal olduğuna görə qalıb. Onda gərək başqa ədyallar falan çıxıb ortalığa. Qəşəng yuyum. Təzədən verim Aygünə ki qoysun kənara. Çünki o saxlayır. Bizdə depo ona aid olan nə varsa təzədən özünə geri qaytarırıq. Burada işim yoxdur. Bura yığışdırdım. Gözləyirəm ki divan üzlərim gəlsin ki onları sərim, bunları götürüm, yuyum. Burada işıqları söndürək. Bir dənə burada qalan işim paltar sərməkdir. Uşaqlar yatıb. Bu arada mətbəxə də yığışdırmışam. Bir dənə keksin üzünə streç çəkəcəm. Streçdən də klonka çəkəcəm də. O qazanları duxovka soyuyandan sonra eləyəcəm.
Nədir onadır? Tuxovkaya yerləşdirəcəm. İndi bunları da sərim. Ütülənəcəkləri ütülədim. Səriləcəkləri də sərdim, qutardım. Nihayət.